Arabop batalyonu, digər adı ilə Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil edilmiş millətçi Arabo könüllü dəstəsi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları kəskinləşdiyi bir vaxtda, yəni 1989-cu ildə yaradılıb. 1990-cı ildə sözü gedən batalyon Ermənistan ordusunun ən döyüş qabiliyyətli batalyonu hesab edilirdi. Yüngül silahlarla təchiz edilən qruplaşma fəaliyyətini ilkin olaraq Azərbaycan-Ermənistan xətti boyunca aparır. Sonralar bu dəstə Qaradağlı faciəsi və Xocalı soyqırımı kimi Azərbaycanlara qarşı həyata keçirilən dəhşətli qiyamların aktiv iştirakçısı olur. Amma cəzasız da qalmırlar. 1992-ci ilin iyununda Ağdərədə mühasirəyə alınaraq məhv edilirlər. Hətta buna görə Ermənistanda 3 günlük matəm elan edilir. Yox, niyyətimiz tarix dərsi keçmək deyil. Tarixin bu acı səhifələrinə yenidən nəzər salmaqdır. Bir də onu xatırlatmalıyıq ki, Ermənistan bu cür hərbi cinayətkarları, əli azərbaycanlıların qanına batmış şəxsləri qəhrəman elan edib. Məsələn, batalyonun qurucusu Manvel Vasile Yegazaryan ən yüksək orden və medallarla təltif olunub. Yeri gəlmişkən Manvel hələ də sağdır və işğalçı ölkə tərəfindən hər vəclə mühafizə edilir. Ağay Qarutunyanın və digər erməni separatçılarının Bakıda məhkəmə qarşısında çıxışları əlbəttə ki, iş edicidir. Məsələn, Qarutunyanın çıxışlarının birində o Arabo qruplaşması ilə 2020-ci ildən sonra da əməkdaşlıq etdiyini göstərir və bildirir ki, onlar əlaqədə idi. İstisna deyildi ki, Qarabağda da bu və yaxud digər şəkildə hansısa əməllər törətməklə məşğul idilər və belə olan təqdirdə sual olunur ki, həmin o hər kəs tərəfindən, bütün dünya tərəfindən tanınan Arabo dəstəsi, bunun lideri, onun komandiri bugün niyə Ermənistanda həbsxanada deyil? Arabo batalyonunun komandiri 2-ci Qarabağ müharibəsində də peyda olur. Yenidən şəxsi heyət toplayaraq Qarabağa gəlmək və döyüşmək xulyasına qapılır. Lakin Azərbaycan ordusu bu dəfə də onların arzusunu gözündə qoyur. Manver bugün də dinc durmur. Amma onun və onun kimi cinayətkarların Azərbaycana təhvil verilməsi yalnız sülh prosesini yumşalda bilər. Ermənistan hökuməti məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün məhkəmə prosesi ilə əməkdaşlıq etməlidir. Sülhə doğru ciddi niyyət və Azərbaycanla münasibətlərin yenidən qurulması, digər şeylərlə yanaşı, Ermənistanın məsuliyyətini qəbul etməsi və xüsusilə hazırda Ermənistan ərazisində gizlənən müharibə cinayətlərində ittiham olunanları təhvil verməsi ilə nümayiş etdiriləcəkdir. Lakin əgər Ermənistan öz cinayətlərinin unudulacağını və ya zamanla yox olacağını düşünürsə, ciddi şəkildə yanılır. Ədalət və sülh üçün populist ritorika deyil, real addımlar lazımdır. Rəsmi Bakının lap əvvəldən mövqeyi budur. Əli azərbaycanlıların qanına batmış hər kəs cəzalandırılmalıdır. Əks halda hansı barışıq və sülhdən söhbət gedə bilər?